Mən heç bir zaman atam kimi olmaq istəmirəm və atam kimi olmayacağam. Həyatda nədən qaçarıqsa onu həyatımıza çəkərik. İnsan gördüklərinin sanki əsəridir. Nəyi yaşadığın önəmli deyil. Yaşadıqlarının nəticəsində sənin zehninin çıxartdığı nəticələr və inanclar önəmlidir. Şuuraltının fərqində olmayan bir insan başına gələn hər şeyi talehi zənn edir. Sən bir şeyi hansı niyyətlə edirsənsə, həyatını o şəkildə formalaşdırırsan. Şəfa verən yaradandır, şəfa da səndədir. Bəli. Sənin içindən biz danışırıq. Bəli. Bizdə cismin görünsə də. Hə. Eyni keçmişi yaşamış, eyni taleləri yaşamış insanlar fərqli həyatlar yaşaya bilirlər sonradan. Anasından özünü güvəndə hiss etməyi, atasından isə özgüvəni alır, öyrənir. Keçmişimiz talehimizi şəkilləndirir. Amma bu taleh bizim üzərimizə yazılmış, yapışdırılmış, dəyişilməyəcək bir şey deyil.